Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. İnşallah bugün övlad neməti və övladın tərbiyəsi haqqında danışacağıq inşallah. Hər birimiz bilirik ki, Allahın bizim üzerimizdə nemətləri sonsuzdur. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki: وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər siz Allahın nemətlərini saymağa qalxsanız, onları əsla sayıb bitirə bilməzsiniz. Bu nemətlərin içərisində də övlad nemətidir ki, bu nemətlərə də müsəlmanlar gərək ehtiyatlı olsunlar, haqqını versinlər. Çünki Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: kullukum ra'in ve kullukum mes'ulun an ra'iyyati. Her biriniz başçısınız, idarəçisiniz və hər biriniz də əlinizin altında olan, idarəsi əlinizdə olan kimsələrdən məsulsunuz, sorumlusunuz. Yəni qiyamət günü bunlara görə cavab veriləcək. Uşaq neməti elə bir nemətdir ki, peyğəmbərlərə baxdığımız zaman görərik ki, peyğəmbərlərdən elə kimsələr olub ki, onların yaşları çox yaşlı olmasına baxmayaraq, yəni fiziki cəhətdən övladlarının olması mümkün olmadığı halda belə Allahdan ümidlərini üzməyiblər. Və Allaha dua ediblər, Allah Azze ve Celle onlara övlad nəsib edibdir. Məsələn, bunlardan biri İbrahim Peyğəmbər. İbrahim Peyğəmbər 83 yaşında ata oldu. Allaha dua elədi, Allah Azze ve Celle ona İsmail Peyğəmbərə verdi. Və yaxud da Zəkəriyyə aleyhissalam baxırıq ki, onun da övladı olmurdu. 100 yaşında Allah Azze ve Celle onu ata etdi, ona Yahya Peyğəmbəri verdi. Bu da onu göstərir ki, Peyğəmbərlər əsla Allahdan ümidini kəsməzlər. Allahdan heç vaxt ümidini kəsməzlər. O halda belə Allahdan daim istəyiblər. Lakin Allah Azze ve Celle bu neməti veribdir. Lakin bu nemətlərə görə də müsəlmanlar məsuldur. Ona görə cavabdehlik daşıyırlar. Məsələn, Quran-ı Kerimdə Allah Azze ve Celle Təhrim surəsində özəlliklə iman gətirənlərə xitab edərək buyurur ki: Ya eyyuhəllezine amenu. Ey iman gətirənlər! Qu enfusakum və əhlikum naran və quduhən nasu vəl hicara. Allah Azze ve Celle buyurur ki, ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan cəhənnəmdən qoruyun deyir. Subhanallah. Yəni bu ayət açıq ayətdir ki, Allah Azze ve Celle hər bir müsəlmana yəni xəbərdarlıq edir və onlara əmr edir ki, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan cəhənnəmdən qoruyun. Ona görədir ki, müsəlmanlar məsuldurlar. Kimin, yəni kimə qarşı öhdəliyi varsa, onların başında bu gəlir. Bu gün çox təəssüflər olsun ki, bəzi müsəlmanlar valideynin yəni üzərində düşən şeyləri səhv anlayıblar. Elə bilirlər ki, valideyn övladına yəni geyim keçim, onu yəni təhsillə, bu kimi şeylərlə təmin etməklə sanki vəzifəsi aradan qalxır. Halbuki bu belə deyil. Bu dünyada onsuz da valideynlərin üzərində düşən bir şeydir. Lakin bundan da önəmli bir məsələ var ki, o da bir insanın əbədi qurtulmasıdır ki, valideynlər buna daha çox önəm verməlidirlər. O da imandır və İslam əxlaqıdır. Çox təəssüflər olsun ki, bəzi valideynlər dünyada gərəkən uşağın ehtiyacı duyan nə varsa, təhsildir və yaxud da geyim keçimdir, buna aid nə varsa yerinə yetirməyə səy göstərirlər. Ancaq onları əbədi qurtuluşuna səbəb olan şeylər haqqında narahat olmurlar. Bu ayə haqqında Həzrət Əli deyir ki, övladlarınıza imanı öyrədin və onlara İslam tərbiyəsi ilə tərbiyələndirin deyir. Hətta İbn-i Qayyim deyir ki, bəzi alimlər deyiblər ki, qiyamət günü övladdan valideynlərə qarşı necə övlad olmuşsan soruşulmamışdan öncə valideynlərdən övladınıza qarşı necə valideyn olduğu soruşulacaqdır. Yəni ən birinci bu soruşulacaq ki, sən necə valideyn olmusan övladına qarşı. Çünki bu elə bir məsələdir ki, bir insanın əbədi qurtuluşu deməkdir. Yəni baxırıq ki, peyğəmbərlər hətta biz bilirik ki, insanın ən ağırlı halı, ən şiddətli halı ölüm halıdır. Ölüm anında olan bir haldır ki, Allah Azze ve Celle bizə xəbər verir ki, peyğəmbərlər hətta ölüm anında belə, ölüm yatağında ikən belə evlatlarını yığıb onlara, yəni dünya malı deyil, onlara iman haqqında, İslam haqqında soruşardı və onlar üçün tövsiyələr edərdi. Məsələn, Quran-ı Kerimdə Bəqərə surəsində Allah Azze ve Celle buyurur ki,
İz hadara Yaqubul maut iz qala li banihi ma ta'budun min ba'di. Elə ki Yaqub əleyhissalama Yaqub əleyhissalam ölüm gəldi, ölüm döşəyində ikən o övladlarına dedi ki, məndən sonra, yəni mən öldükdən sonra siz nəyə ibadət edəcəksiniz deyə sual verdi. Onlar hamısı dedilər ki, övladları qalu na'budu ilahaka və ilaha abaika İbrahim və İsmail və İshaq ilahan vahidə və nahnu lahu muslimun. Onlar dedilər ki, ey atacan, biz sənin ilahına, ataların İbrahimin, İsmailin, İshakın ilahı olan, tək olan Allaha ibadət edəcəyik və biz ona boyun əyib müsəlmanlar olacaq dedilər. Yəni Yaqub əleyhissalam ölüm anında rahat olmaq istəyirdi ki, görüm övladlarım nə deyəcəklər, nə cavab verəcəklər. Bu da onu göstərir ki, onlar övladlarına ən çox narahat olduqları şey, yəni imandır, axirət məsələlər haqqındadır ki, bu insanın əbədi qurtuluşuna səbəbdir. Belə deyək, kim olursan ol, hətta övladın təqvada, yəni təqvada ən yüksək mərtəbədə olsa belə, yenə də müsəlmanların üzərinə düşən onlara tövhidi əmr etmək, imanı açıqlamaq və onlara yaxşı şeylərə əmr etmək vacibdir. Yəni düşünməyin ki, övladım məsələn onsuz da ibadət əhlidir və yaxud da ki, ətrafım, ya qohumlar ibadət əhlidir. Xeyr, kim olursa olsun, yenə də onlara bu söz demək lazımdır. Çünki Quran-Kərimdə Allah Azza və Cəllə bizə İbrahim peyğəmbərin duası haqqında xəbər verir. İbrahim peyğəmbər dedi ki, və iz qala İbrahimu Rabbi cəal həzə bələdə əminə. İbrahim peyğəmbər dua etdi, dedi ki, ey Rəbbim, bu şəhəri əmin-amanlıq et. Sonra dedi ki, vəcnubni və bəniyyə ən na'budal asnam. Məni və övladlarımı bütlərə ibadət etməkdən qoru deyir, subhanallah. Baxırıq bunu kim deyir? İbrahim peyğəmbər. O peyğəmbər ki, ulul azm peyğəmbərlərdən biridir. Peyğəmbərlərin babasıdır və Allahın xəlili ləqəbini qazanmış bir peyğəmbərdir ki, hətta özünün və övladlarının bütlərə ibadət etməməsi üçün Allahdan müvəffəqiyyət, Allahdan onları qorumasını diləyibdir. Yəni bu baxmaz, yəni sən kim olursan ol, yenə də övladıva və özünə, yəni bunu dua etməlisən və tövsiyə eləməlisən. Məsələn baxırıq ki, Loğman əleyhissalam öz övladına nəsihət edərkən deyir ki, ey əziz oğlum, Allaha ortaq qoşma, həqiqətən şirk, yəni Allaha ortaq qoşmaq ən böyük zülmdür. Subhanallah. Bu da onu göstərir ki, yəni müsəlmanlar daim gərək bu tövsiyəni etməlidirlər övladlarına qarşı, yəni öz ailə fərdlərinə qarşı tövhidi deməlidirlər. Məsələn, İmam Həsəndən belə bir rəvayət var ki, İmam Həsən öz uşaqlarını bir araya toplayardı və onlara deyərdi ki, hamısı bir yerdə biz Allaha iman gətirdik, tağutu inkar etdik. Bütün tövhiddə nə varsa, yəni övladlarıyla tez-tez bir araya gəlib onlara xatırladardı. İndi burada deməzdilər ki, bu onsuz da Peyğəmbərimizin nəvəsidir, Əhl-i Beytdəndir və yaxud da onun nəvələridir. Yəni bunlar təqvada biz bilirik ki, yəni ən yüksək kimsələrdir. Lakin buna baxmayaraq yenə də bir araya gəlib və bu şəkildə bir-birlərinə haqqı və bu şəkildə İslamı tövsiyə ediblər. Məsələn, Quran-Kərimdə Allah Azza və Cəllə özəlliklə Peyğəmbər Əfəndimizə xitabən bütün ümmətə buyurur ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا. Əhlinə, ailəyə namaz qılmağı əmr et və bunun üzərində səbirli ol. Ərəb dilini bilənlər yaxşı bilir ki, ayətdə vasbir demədi, vastabir dedi. Vastabir feili ərəb dilində, yəni adi səbirdən qat-qat yüksək səviyyədə olan bir əməldir ki, yəni bu əməldə səbirli ol, yəni durmadan səbirli olmağı Allah əmr edir. Çünki bu əzm gərəkdirən əməllərdəndir. Bəzi rəvayətlərə görə bu ayət nazil olduqdan sonra Rasulullah sallallahu aleyhi və səlləm bir ay durmadan öz qızı Fatimənin evinə sübh namazına gedib onları namaza durğuzardı. Yəni biz bilirik ki, nəinki onlar sübh namazı, onlar ümumiyyətlə gecə namazına yatan insanlar deyildilər. Yəni buna baxmayaraq ayət nazil olduğu üçün Rasulullah sallallahu aleyhi və səlləm Həzrəti Fatimənin evinə bir ay durmadan onların sübh namazına, yəni gedib özü durğuzurdu ki, ailəsinə namaz qılmağı əmr etsin və səbirli olsun. Biz dedik ki, qardaşlar, yəni çox insanların halı çox qəribədir. Yəni bu dünyada adamlar öz övladlarının barmağına tikan batmasına razı olmurlar. Halbuki axirətdə isə, yəni cəhənnəm əzabının onlara toxunmasından narahat olmurlar. Halbuki ayətdə oxuduq ki, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan cəhənnəmdən qoruyun. Yəni qiyamət günü o cəhənnəmdə cəhənnəmin odunu yanacağı insanlar və daşlardır.
Allah Azze ve Celle bununla bizi xəbərdar edir. Lakin baxırsan ki, valideynlər övladları üçün hər şeyə görə narahat olurlar. Barmağına tikan batmasına razı olmurlar. Soyuqda onları geyindirirlər ki, soyuq dəyməsin. Hər şey edirlər. Lakin baxırsan ki, ahirətə gəldikdə heç də narahat olmurlar. Halbuki Allah qorusun, bir insan əgər küfr edərək ölərsə və qiyamət günü ona heç kəs şəfaətçi ola bilməz. Heç bir peyğəmbər. Məsələn, Quran-ı Kərimdə bizə Allah Azze ve Celle İbrahim peyğəmbər və onun atası haqqında bizə qissələrini xəbər veribdir. Bilirik ki, İbrahim peyğəmbərin atası iman gətirməyən halda öldü və o şəkildə davam elədi. Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verir. Buxarın rəvayət etdiyi səhih hədisdir bu. Qiyamət günü İbrahim peyğəmbər öz atası Azər ilə qarşılaşacaq qiyamət günü. Və atası Azərin üzü, gözü toz torpaq içində olacaq. Bu toz torpaq olmasının səbəbi o cəhənnəm əhlinin sifətlərindəndir ki, qiyamət günü onların üzləri toz torpaq olacaq və İbrahim peyğəmbər öz atası ilə qarşılaşacaq və atasına deyəcək ki, ey atacan, məgər mən sənə demədimmi ki, mənə itaat elə, Allaha üsyan etmə. Atası deyəcək ki, ey oğlum, sən əmr elə, mən sənə tabeyəm. Nə deyirsən dinən, mən sənə əsla üsyan etməyəcəm, peşman olacaq. Və ondan sonra İbrahim peyğəmbər Allaha dua edib deyəcək ki, ey Rəbbim, axı sən mənə vəd vermişdin ki, qiyamət günü insanlar diriləcəyi gün sən məni rüsvay etməyəcəksən. Bir atanın sənin rəhmətindən uzaq durmasından daha böyük rüsvayçılıq varmı? Deyəcək. Allah Azze ve Celle deyəcək ki, ey İbrahim, mən cənnəti kafirlərə haram etmişəm. Və ayağımın altına bax dediyi zaman İbrahim peyğəmbər görəcək ki, onun atası ağzı qan dolu bir kaftara dönəcək və dərhal onu dartıb cəhənnəmə atacaqlar. Subhanallah. Bu onu göstərir ki, yəni qiyamət günü kim olursa ol, hətta Xalilullah İbrahim peyğəmbərin atası olsa belə Allah Azze ve Celle yəni kafirlərə cənnəti haram etmişdir. Quran-ı Kərimdə başqa ayədə Allah buyurur ki, "İnnehu men yushrik billah faqad harramallahu aleyhi'l cenneh və ma'vahun nar." Və ma liz-zalimin min ansar. Allah Azze ve Celle buyurur ki, kim Allaha ortaq qoşarsa Allah ona cənnəti haram edər və onun gedəcəyi yer cəhənnəmdir və zalimlər üçün heç bir yardımcı tapa bilməzsən. Yəni baxırıq ki, həqiqətən də müsəlmanlar gərək övladları üçün bu dünyada narahat olmalıdırlar və onlar üçün yəni indidən tədbir görməlidirlər. Baxırıq ki, məsələn, birinci sinifdən institutu bitirənə qədər təxminən 200-300-ə yaxın kitab oxuyurlar insanlar. Nəyə görə? Sonra da gələcək ömrün, deyərəm ki, 50 il yaşayacaqsa institutdan sonra o ərəfədə yəni peşə sahibi olsun, elm sahibi olsun, həyatını yaşamağa köməkçi olsun deyənə 200-300 kitab oxuyur. Halbuki onu əbədi qurtuluşuna səbəb olan və Allahın kitabı olan kitabdan isə heç baxsan ki, oxumurlar, öyrənmirlər və yaxud da baxırsan ki, uşaqları hər cür təhsili təmin edirlər valideynlər və onlara xarici dillər öyrədirlər. Yəni biz ərəb dilini demirik, hətta Quranı üzündən oxumasını belə öyrətmirlər. Subhanallah. Bu insanların, müsəlmanların özəlliklə qəflətdə olduğu şeylərdir ki, Allahın kitabı əlində ola-ola, neməti ola-ola, övladı və imanı, ahirəti, bunu öyrətmək əvəzinə sən durub ona ən ikinci planda olan şeyləri öyrədirsən. Ona görə səhabələrdən Cündub ibn Abdullah, o deyir ki, biz gənc səhabədir ki, Rasulullah sallallahu aleyhi və səlləm bizə Qurandan öncə imanı öyrədərdi. Və sonra bizə Quranı öyrətdikdə isə imanımız artardı. Ona görə müsəlmanlar gərək birinci övladlarına ahirəti, yəni imanı bu şəkildə tövhidi öyrətməlidirlər ki, onlara nəyin haram, nəyin halal olduğunu dedikdə onlara təsirli olsun. Yəni bu həqiqətən də çox önəmli bir şeydir. Biz bilirik ki, bir insanın övladı əgər iman gətirərsə, o şəkildə gözəl şəkildə yetişərsə, İslam əxlaqını əxlaqlanırsa, o övlad valideyni üçün böyük bir qurtuluş səbəbi olar. Qiyamət günü ona tac geyindirirlər. Və hətta hədislərdə sabit olub ki, bir insan salih övlad yetişdirərsə və o özü öldükdən sonra övladı yaşayıb nə qədər xeyirlərə vəsilə olsa, onun əməlindən əksilmədən valideynlərinə gedər. Başqa bir hədisdə isə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü salih bir qulun cənnətdə dərəcəsi qaldırırlar. Biz bilirik ki, cənnətdəki dərəcələr çox müəzzəm şəkildə böyükdür. Bizim yəni təsəvvür etdiyimiz qədər deyil. Yəni Allah Rəsulü buyurur ki, cənnət əhli otaqlarına bir-birinə baxdıqları zaman
bu dünyada gecə vaxtı ulduzlara baxdıqları üçün baxacaqlar. Yəni bir ulduzun məsafəsi isə Allah bilir nə qədərdir. Yəni çox böyük, yəni uzaqlıqdadır. Yəni Allah Resulü buyurur ki, qiyamət günü bir salih bir qulun cənnətə dərəcəsi qaldırılar. O qulun dərəcəsi qaldırıldığı zaman deyər ki, ey Rəbbim, bu nə üçündür? Bu nəyə görə belə qalxdı mənim dərəcəm? Hardandır bu? Ona deyiləcək ki, istiğfari vəladikələk. Bu sənin övladının sənə istiğfar, yəni sənə Allahdan bağışlanma dilədiyi üçündür. Subhanallah. Yəni övladı üçün istiğfar dilibdi, Allahdan bağışlanma dilibdi. Yəni o qul salih əməl sahibidir, öz cənnətdədir, lakin buna baxmayaraq yenə də cənnətdə onun dərəcəsi qaldırırlar. Subhanallah. Ümumiyyətlə alimlər də özəlliklə deyirlər ki, uşaq tərbiyəsində əsasən 3 dənə əsas qayda var ki, birinci odur ki, dua eləmək. Biz bilirik ki, yəni peyğəmbərlər hətta övladları doğulmamışdan öncə onlar üçün dua edərdilər. Məsələn, Quran-ı-Kərimdə Allah Azza və Cəllə buyurur ki, İbrahim peyğəmbər haqqında, İbrahim peyğəmbər dedi ki, Rabbi həbli minəs salihin. Ey Rəbbim, mənə salihlərdən ver, salih övladlardan ver dedi. Və yaxud da başqa ayət-i kərimədə İbrahim peyğəmbər Rabbi cəalni muqiməs-salah və min zurriyyəti Rabbana və təqabbal dua. Allah Azza və Cəllə buyurur ki, İbrahim peyğəmbər belə dua etdi. Dedi ki, ey Rəbbim, məni və mənim zürriyyətimi, nəslimi namaz qılan et. Ey Rəbbim, duamı qəbul et. Bu onu göstərir ki, peyğəmbərlər hələ övladları dünyaya gəlməmişdən öncə onlar üçün dua edərdilər. Və yaxud da baxırıq ki, Zəkəriyyə əleyhissalam deyir ki, Rabbi həbli min ladunka zurriyyətən tayyibə, innəkə səmi'ud du'a. Zəkəriyyə əleyhissalam dedi ki, ey Rəbbim, mənə öz qatından gözəl bir zürriyyət ver, sən duaları eşidənsən deyə dua etdi. Halbuki biz bilirik ki, övladı dünyaya gəlməmişdən öncə onların salih olmalarını istəyir. Və ona deyəlim ki, müsəlmanların tərbiyədə edəcəyi ən birinci şey dua eləməkdir. Allaha dua eləməsidir ki, ey Rəbbim, övladımız salihlərdən elə, övladlarımız salihlərdən elə, onları iman üzrə yəni yetişdir deyə Allaha dua eləməlidir. İkincisi, valideynin özünün əməli salih olması övladının da yəni tərbiyəsinə təsiri böyükdür. Nəyə görə? Çünki biz bilirik ki, Musa peyğəmbər ilə Xıdır əleyhissalam yəni bir bölgəyə gedir, orada onları qonaq qəbulləmirlər. Və ondan sonra Xıdır əleyhissalam görür ki, bir divar uçmaqda olur, yəni dağılmaqda olan bir divarı onu təmir edir. Və Musa peyğəmbər bunun səbəbini soruşduqda Xızır əleyhissalam deyir ki, o divarın altında bir xəzinə var idi ki, 2 dənə yetim uşağın idi o. Və o divar dağılsaydı, onun xəzinələri ortaya çıxıb başqaları əldə edəcəkdi. Biz isə, yəni o uşaqların valideynləri, babalı, ataları salihlərdən olduğu üçün biz də təmir etdik ki, uşaqlar böyüsünlər, sonra dağıldıqda öz xəzinələri özləri əldə etsin. İbn Kəsir bunun təfsirində deyir ki, bu onların öz atası deyil, 7-ci babası salih olduğu üçün o babasına görə bunun baxmayaraq ki, yəni 7 nəsil gəlib artıq o övladlarına o salihləri salih olması fayda verir. Subhanallah. Bunu göstərir ki, əgər bir qul salih olarsa, əməli salih olarsa, Allah Azza və Cəllə onun zürriyyətində bərəkət verir. Məsələn, Quran-ı Kərimdə Uca Allah buyurur ki, İnnəl-ləzīnə qalu Rabbunallah thumma istaqamu. O kimsələr ki, Rəbbimiz Allahdır deyər, sonra dosdoğru doğrularlar. Tətənəzzəlu aleyhimul mələikə. Onlar ölüm anında onlara mələklər bol-bol inərlər. Yəni onları 2 dənə şeylə müjdələyərlər. Deyərlər ki, əllə təxafu və lə təhzanu. Qorxmayın, yəni bu öldükdən sonraki hadisələr üçün qorxmayın və üzülməyin. Üzülməyin nəyə görə? Yəni keçmişdə buraxdığınız ailəniz üçün üzülməyin. Nəhnu əvliyaukum fil hayatid dunya vel axirə. Biz sizin dünyada və axirətdə vəlilərinizdir. Yəni bunu göstərir ki, bir insan salih olarsa, Allah Azza və Cəllə mələklər göndərər və ona öldükdən sonraki hadisələr üçün qorxmamasını onlara tövsiyə edər və geridə buraxdığı ailəsi üçün də üzülməməsini Allah Azza və Cəllə yəni mələklərlə onları müjdələyərlər. Yəni birinci deyir ki, dua eləməkdir, sonra yəni salih, yəni valideynlərin də salih olmasıdır ki, bu da önəmlidir. Və dedik ki, qardaşlar, yəni Rasulullah sallallahu aleyhi və səlləm uşaqlarla tərbiyədə çox yəni həssas idi. Hətta
biz bilirik ki, Allah Resulü uşaqlarla danışdığı zaman heç vaxt yuxarıdan aşağı danışmayıbdı. Uşaqlarla həmişə oturardı, əyilərdi, eyni izada, eyni səviyyədə danışardı. Hətta sahabələrdən Əbu Ömeyr adlı kiçik bir sahabə var idi ki, hələ uşaq ikən, o sahabə bir sərsəni qəfəsdə saxlayırdı. Və elə olur ki, onun qəfəsdəki o quşu sərçəsi ölür və Rasulullah sallallahu aleyhi ve sellem bunu görür, gəlib buna gözəl bir vəzində deyir ki, ya Əbu Ömeyr, məzə fəalə Nuğayr. Ey Əbu Ömeyr, Nuğayr adlı quşun neyədir sənin deyə təsəlli verərdi və oturardı ondan, ona təskinlik verərdi, təsəlli verərdi ki, quşu ölübdür. Və hətta bunu səhabələr ətrafdan gəlib görürdülər ki, Rasulullah sallallahu aleyhi ve sellem balada uşaqla oturub ona təzkiyə verir, ona təsəlli verirdi. Subhanallah. Yəni bu onu göstərir ki, müsəlmanlar yəni bu şeylərə gərək diqqət etsinlər. Və axir da'van elhamdülillahi rabbil alamin.